Əsas odur ki, valideyn uşağa bizim xalq musiqimizi sevdirməlidir. Yoxsa evdə əgər valideyn, uşaq anadan olub, balaca kiçik yaşlardır. Valideyn burada estrada, ondan sonra rep musiqilərinə qulaq asırsa, yəqin ki, uşağın daxil o yolları gedəcək. Çünki valideyn özü muğamı sevdirməlidir. Bir də mən Şərəfət xanım oldu, zəng eləyəm, mən təşəkkür edirəm, yadıma düşdü Şərəfət xanım. Mənim tələbəm olub, mən ona buradan efir vasitəsilə deyərəm ki, siz heç darıxmayın. Əgər sizin o uzaq məsəbədə olmanıza baxmayaraq, tezliklə Ağdamanlar elə mən orada sizin balalarınıza yenə də musiqi dərsi deyərəm. Mən onu arzu edirəm. İndi növbəti tamaşaçımız zəng vurub, bizim telefon tamaşaçımız var. Alo. Alo. Salam xanım. Salam Mələkəm. Sizi narahat edən Şəfiqə xanımdır. Şəfiqə xanım, necəsiniz? Buyurun, təşəkkür edirik. Əvvəla mən hər birinizi salamlayıram. Murad müəllim icazə versəydi əgər, Aygün xanımın haqqında bir balaca bir şey deyərdim, əgər icazə versə. Xanım, zəhmət olmasa rica edərdim sizdən çox qısa bir şəkildə, çünki vaxtımız azdır. Buyur. Aygünün səsinə vurğun olanlar, muğam bulağından su içəcəklər, qaşına gözünə heyran olanlar, qızlarına Aygün adı qoyacaqlar. Tanrı qələmi ilə çəkibdir onu, yerişi, duruşu, həm də baxışı, zəhməti geçməmiş hədər bir yerə, hər yerdə yüksəlmiş onun naxışı. Aygün ən incə qızımızdır, xanımımızdır, muğamda dövlətimiz həm varımızdır. Aygün Qarabağın xarı bülbülü, sevimli xalqımın sevimlisidir. Təşəkkür edirik xanım, minnətdarıq sizə. Əfsar olsun ki, vaxtımız azdan kəsmə məcburiyyətində qaldıq, çox gözəl. Və bizim də vaxtımız burada yekunlaşır, sevimli tamaşaçılarımız inşallah bugünlük sizinlə sağlaşıb, gələn həftə görüşmək ümidi ilə. Hələlik.